Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu müxtəlif mühitlərdə elektrik cərəyanı olan bölmənin qısa təkrarından və bir də onun cihazlarla bağlı testlərinin izahından ibarət olacaq. Yəni həmin bölmənin. Baxaq birinci hansı mühit? Metal. Deməli, metallarda elektrik cərəyanı yaradır sərbəst elektronlar. Cərəyanın iki təsiri müşahidə olunur: istilik və maqnit təsiri. Sonra metalları qızdırdıqda müqaməti artır, cərəyan şiddəti isə nə olur? Azalır. Metal testə gedir. Rezistor adı altında məsələn necə ki metal rezistor qızdırılır. Görəcəksiniz ki ona metala qoşulan ampermetrin göstərişi azalacaq. Sonra deməli metallar üçün müqamətin temperaturuna olan düsturu R bərabərdir R0. Bu rho da ola bilər. Rho bərabərdir rho0. Alfa burada temperatur əmsalıdır. R0 0 dərəcə Selsidə naqili müqamətidir. Sonra volt-amper xarakteristikası cərəyan şiddətinin gərginlikdən asılılıq qrafiki. Sonra metalları qızdırdıqda metalların müqaməti azalır. Qızdırdıqda daha doğrusu müqaməti artır. Bir də məsələn ifrat keçirici var. Yəni müəyyən bir temperaturda metal müqamətinin məsələn temperatur 0 olmazdan əvvəl temperatur aşağı düşdükdə məsələn temperatur 0-a düşməyib amma metalın müqaməti düşür 0-a. Belə metal adlanacaq ifrat keçirici. İfrat keçiricilərin metaldan fərqi odur ki, onlardan cərəyan keçəndə istilik ayrılmayacaq. Sonra digər isə olacaq vakuum. Deməli, vakuumda elektrik cərəyanını yaradır sərbəst elektron. Sərbəst elektron vakuuma qızdırılmış metaldan qopan elektronların hesabına gəlib daxil olur və bu hadisə adlanır termoelektron emissiya hadisəsi. Həmin hadisənin baş verməsi üçün kinetik enerji böyükdür. Yəni qopan elektronun kinetik enerjisi A çıxış işindən böyük və ya ona bərabər olmalıdır. Sonra A çıxış və ya kinetik enerjini mv kvadratı bölü 2 və yaxud da ki Q düsturundan hesablanacaq. Çıxış işi vahidi olaraq gedəcək elektron volt və hər bir metalın özünün çıxış işi və çıxış işi metalın növündən asılıdır. Sonra volt-amper xarakteristikası bu hissədə cərəyan şiddəti sabit qalıb adlanır doyma cərəyanı. Sonra iki vakuum cihazı var. Bunlardan biri vakuum diodu, digəri isə elektron şüa borusudur. Vakuum diodu dəyişən cərəyanı düzləndirir. Elektron şüa borusu isə elektrik siqnallarını işıq siqnallarına çevirir. Məsələn, testlərdə tətbiq olaraq məsələn osillograf adlanan bir cihazın adı çəkilir. Digər isə elektrolitlərdə, yəni duz, turşu, qəlavi mühit, yəni məhlulları elektrik cərəyanı keçirən maddələr elektrolitlər adlanır. Elektrolitlərdə cərəyanı yaradır müsbət, mənfi ionlar. Elektrolitlərdə isə cərəyanın 3 təsiri müşahidə olunur. Bunun biri kimyəvi, istilik, bir də olacaq maqnit. Sonra elektrolitdən cərəyan keçəndə maddə və yük daşınır. Sonra müsbət, mənfi ion dissosiasiya nəticəsində yaranır, yəni suda neytral atomların ionlara parçalanması. Sonra maddə toplanma prosesi, elektroliz prosesi gedir. Müqamət temperaturdan deməli xəttə asılılıq amma azalır. Sonra toplanan maddənin kütləsi elektroliz üçün Faradayin qanunu M bərabərdir KQ. K burada elektrokimyəvi ekvivalent olub M-dən Q-dən asılı deyil. M-dən Q düz mütənasibdir. Düsturdan da K M-i Q-yə böləndə qrafikdən də bizə nə verəcək? Tangens alfa verəcək və K da tangens alfa ilə düz mütənasibdir. Sonra volt-amper xarakteristikası Ohm qanuna tabidir. Müqamət isə temperatura görə nədir? Temperatur artdıqca müqaməti azalır. K elektrokimyəvi ekvivalent olub. Baxın, düsturunu qeyd etmişəm bura. Burada N valentlikdir, M də molyar kütlə. Həmin düsturu baxın, gətirib burada yerinə yaza bilərsiniz. Sonra elektrolitdən cərəyan keçəndə sərf olunan enerji düsturunu da qeyd etmişəm. Oldu. Sonra isə gəlir yarım keçiricilərdə elektrik cərəyanı. Yarım keçiricilərdə elektrik cərəyanı yaradır sərbəst elektron və deşiklər. Bir dəqiqə lövhənin bəzi hissələrini silək. Deməli, elektron və deşiklər yaranır. Elektron və deşiklər yarım keçiriciləri qızdırma yolu ilə qızdırılma zamanı yarım keçiricidə iki qonşu atom arasında kovalent rabitə yaranır. Sonra 3 cür keçiricilik var. Bunlardan biri məxsusi keçiricilik, elektron və deşiklərin sayı bərabərdir. Digər isə donor və akseptor, yəni aşkarlı yarım keçirici. Yarım keçiricidə yük daşıyıcının sayını artırmaq üçün kənardan qatılan nədir? Maddə. Məsələn, MP-dən böyükdür, bu donordur. Donorda əsas yük daşıyıcı elektron, qeyri-əsas isə nədir? Deşiklərdir.
Digər isə akseptordur. Əsas yük daşıyıcı deşiklər, qeyri-əsas yük daşıyıcı isə elektronlar. Sonra yarım keçiricilərin müqaməti, xüsusi müqaməti temperaturla tərs mütənasibdir. Yəni yarım keçiriciləri qızdırdıqda müqaməti azalır, soyutduqda isə nə olur? Artır. Bu da voltamper xarakteristikası. Sonra yarım keçirici cihaz olaraq gedir vakuum yarım keçirici diod. Bu da dəyişən cərəyanı düzləndirmək üçün, baxın bu hissə müsbət, bu hissə mənfi. Yəni NP keçidinə əsaslanacaq, bu hissə P. Sonra digər cihaz olacaq tranzistor. 3 hissədən ibarətdir. Deməli emitter, baza, kollektor. Baxın bu emitter, orta baza, bu da kollektor. Sonra digər cihaz termistor. Müqamətin temperatura görə dəyişən yarım keçirici cihaz. Uzaq məsafədən temperatur ölçür, yanğına qarşı siqnal verir. Digər isə fotorezistordur. Yəni müqaməti işığın təsirinə görə dəyişir. Baxın belə. Zəif işıq selini ölçür və səthlərin cilalanma keyfiyyətini yoxlayır. Sonra keçirik nəyə? Qazlarda elektrik cərəyanı adi halda qaz dielektrikdir. Qazda cərəyan yaranma hadisəsi qaz boşalması adlanır. Yəni qazlar iyonlaşdırma hesabına. Qazda cərəyanı yaradır müsbət mənfi iyon sərbəst elektron. Sonra volt-amper xarakteristikası. Baxın qrafikin bu hissəsinə qədər qeyri-müstəqil qaz boşalması. Sonra isə başlayır nədir? Müstəqil qaz boşalması. Müstəqil boşalmanın da 4 növü var. Yəni alovsuz boşalma, taclı boşalma, qövs boşalma, qığılcımlı. Qığılcımlı boşalma, məsələn, ildırımın çaxması, sonra gəlir orada sizə verəcək, məsələn 4 boşalmanın 4-ündə də qaz olacaq nədir? Maddə olur hansı halda? Plazma halında. Deməli, burada mən sizə həmin bölmə ilə qısa bir təkrarı verdim. Yəni bölmə, həmin bölmələrdə, yəni müxtəlif 5 dənə mühitdir. Həmin mühitdə cərəyanı nə yaradır? Yəni onların volt-amper xarakteristikalarını mütləq yadda saxlayın. Baxın, metalın volt-amper xarakteristikası, vakuumda volt-amper xarakteristikası, sonra elektrolitlərdə, yarım keçiricilərdə həm düz keçid var, həm tərs keçid, bir də qazların volt-amper xarakteristikası. Keçək digər səhifəmizə. Digər səhifəmiz isə artıq cihazlarla bağlıdır. Baxaq cihazlarla bağlı testlərə. Məsələn, baxaq bu testə. Deməli, burada bizə nə verilmişdir? Deməli, bir neçə testə əsasən cihazlarla bağlı testləri bura qeyd etmişəm. İndi bir neçəsinə bugün biz baxaq, daha çox hissəsinə baxaq ki, yəni bunlar ümumiyyətlə imtahana düşür, bu testlər. Cihazlarla bağlı testlə mütləq qarşılaşacaqsınız. Deməli, burada verilib bizə fotorezistor. Baxın, A1 və A2 ampermetrli fotorezistor, bir də metal. Fotorezistorla metal dövrəyə paralel qoşulmuşdur. Ümumi də 1 ampermetr var. Bir ki, fotorezistorun üzərinə düşən işığın intensivliyini azaltdıqda. Deməli, intensivlik azalırsa temperatur azalır. Yarım keçiricilərdə temperatur azalanda yarım keçiricinin müqaməti azalır. Amma yarım keçiricinin müqaməti artır, amma cərəyan şiddəti azalır. Çünki yarım keçiricilərdə cərəyan şiddəti temperaturla düz mütənasibdir. Digər metal isə fotorezistora paralel qoşulduğuna görə, baxın, bu hissədə heç bir dəyişiklik baş verməyəcək. Yəni, paralel qoşulmuş dövrələrdə bir hissədə gedən proses digər hissəyə təsir göstərmir. Ona görə də burada, baxın, A2 və A2 ampermetrin göstərişi dəyişməyəcək. Deməli, B-ni buraya yazırız. Bir də rezistorun müqaməti də dəyişməyəcək. D-ni buraya yazırıq. Sonra dedik ki, İşığın intensivliyi azaldı. Deməli, işığın intensivliyi azalanda yarım keçiricinin fotorezistorun müqaməti artdı. Baxın, fotorezistorun müqaməti artdı. Yeni buraya yazırsınız. A1 ampermetrin göstərişi azaldı. Deməli, A-nı buraya yazırsınız. Eyni ilə ümumi ampermetrin göstərişi də azaldı. Onu da buraya. Niyə görə? Yazacaqsınız ki, məsələn, I bərabərdir. Burada da müqamətlər var. Və yaxud da ki, biz yaza bilərik. Deməli, I bərabərdir. I1 üstəgəl nə yazırıq? I2. Dedik ki, I2 ampermetrin göstərişi dəyişmir. Amma I1 ampermetrin göstərişi azaldı. Onda dövrəyə gələn ümumi ampermetrin göstərişi də azaldı. Deməli, bunu müqayisə etdik. Keçək digər şəklə. Digər isə belə bir şəkil verilmişdir. Şəkildə biz nələri görürük? Şəkildə görürük yarım keçirici diodlar. İndi deyir ki, dövrədə ampermetrin göstərişi, məsələn, bu ampermetr göstərir 24 milliamperi. Bir mənbəyin gərginliyini dəyişmədən, mənbəyin gərginliyi burada yazacaqsınız, o konstantdır.
Qütblərin yerini dəyişsək, ampermetrin göstərişi nəyə bərabər olar? Yəni L1, L2, bu da L3. Bu zaman indi baxın, birinci baxaq ki, bu diodlar dövrəyə necə qoşulub. Deməli, birinci naqilə qoşulan diodun bu hissəsinə müsbət mənfi yazsa, birinci baxın, müsbət elə müsbətə mənfiyə qoşulubsa, deməli, bura düz keçiddir. Bu hissədən cərəyan keçir. Amma digər diod isə dövrəyə tərsinə qoşulduğuna görə əvvəlcə buradan cərəyan keçmir. Cərəyan keçən hissə üçün birinci ohm qanunu yazırsınız. E1 bərabərdir. U bölünsün. Buraya yazacaqsınız R yekun. Yəni 1 ilə 2-nin yekunu. Kənarda 1 ilə 2-nin yekununu tapırsınız. Deməli 1 ilə 2 paralel birləşdiyinə görə 30 vurulsun 20. Məxrəcdə də neçə olacaq? Olur 50. Deməli bu 0 ilə bu 0 getdi. Bununla bunu xəsar aparsa 4. Deməli buradan biz nə tapdıq? Buradan tapdıq ki U bölünsün. Deməli 3 vur 4, bura oldu 12. İkinci halda isə nədir? İkinci halda isə deyir ki, məsələn, batareykanın qütblərini dəyişdilər. Batareykanın qütblərini dəyişəndə artıq bu zaman bu yuxarıdakına cərəyan getməyəcək. Cərəyan bu hissəyə gedəcək. İndi bu hal üçün ohm qanunu yazırsınız. İndi bizdən də əslində qütblər dəyişəndən sonraki cərəyan ampermetrin göstərişini soruşur. Burada yazırsınız ki, 2 ilə 3-ün yekunu. Kənarda da 2 ilə 3-ün yekununu tapırsınız. Deməli 2-nin müqaməti 20-dir, 3-ün müqaməti 80-dir. Məxrəc verir bizə cəm, sıfırlar getdi, tapdıq 16. Aldıq U bölünsün 16. Deməli 2 təndik aldıq, təndikləri tərəf-tərəfə bölürsünüz. I1 bölünsün I2 bərabərdir. Deməli 16 bölünsün nədir? 12. 4-ə də ixtisar aparsanız yuxarıya 4 düşəcək, aşağı 3 və buradan da çarpaz vurub I2-ni tapırsınız. I2 bərabərdir 3 I1. I1'in qiyməti, yəni əvvəlkini də bizə 24 verir. Vurulsun 24, bölünsün nə yazırıq? 4. 4 ilə 24 getdi, burada qaldı 6. 3 vur 6 neçə aldıq? Aldıq 18 milli amper. Millini də çevirməmişdik. Elə həmin milli kimi də yazacaqsınız. Qutardı. Sonra baxıq digər testə. Digər testdə isə termistri müəyyən qədər soyutsaq, yəni termistr yarım keçiricidir. İndiki yarım keçiricini soyutsaq. Baxın, yarım keçirici nəyə qoşulub? Yarım keçiriciyə qoşulub voltmetr. Deməli, termistr yarım keçiricidir. Bilirik ki, yarım keçiricilərdə müqavimət temperaturla tərs mütənasibdir, cərəyan şiddəti isə temperaturla düz mütənasibdir. Termistri soyutduqda müqavimət azalır, müqavimət azalır, temperatur azalır, temperatur azalanda ampermetrin göstərişi azalacaq. Deməli, I ampermetrin göstərişi azaldı. Bəs düsturla bizdən isbat istəsək yazırsınız I bərabərdir U. Bu ümumi U-nu yazırsınız, o konstantdır. Biri metaldır, biri yarım keçiricidir. Deməli, yarım keçiricinin müqaviməti ilə üstəgəl metalın müqaviməti cəmdir. Qızdırdıqda, soyutduqda metalın müqaviməti azalır. Metalın müqaviməti, yarım keçiricinin daha doğrusu, biraz üzrlə hesab edin. Yarım keçiricinin müqaviməti artır. Çünki deyir ki, soyutsaq, yarım keçiricilərdə müqavimət temperaturla təsdir. Müqaviməti artdığından ampermetrin göstərişi azalacaq. Buraya yazırsınız ki, azalır. İndi bizə lazımdır ki, bu voltmetrin göstərişini. İndi əvvəlcə U1 voltmetrin göstərişini tapacaqsınız. Yazacaqsınız ki, U1 bərabərdir. Yəni, ümumi dövrəyə gələn cərəyan şiddəti vurulsun metalın müqaviməti. Aydındır ki, yarım keçiricini soydular. Metalın müqaviməti dəyişməyəcək. R sabit qaldı. Dövrəyə gələn cərəyan şiddəti azaldığından U1 voltmetrin göstərişi azalacaq. U1 voltmetrin göstərişi azalanda qonşu voltmetrin göstərişi nə edəcək? Artacaq. Bəs nəyə görə artacaq? Yazacaqsınız ki, U bərabərdir. U1 üstəgəl U2 cəm sabit qalması üçün U1'i azalır. Tapmışıqsa U2'ni nə götürəcəksiniz? U2'ni götürəcəksiniz, artar. Aydın oldu. Keçək digər testimizə. Digər testdə isə sabit gərginlik mənbəyinə fotorezistor və bir də dövrəyə lampalar qoşulmuşdur. Deyir ki, fotorezistorun üzərinə düşən işığın intensivliyini azaltsaq, lampaların parlaqlığı necə dəyişər? Aydındır ki, lampaların parlaqlığı ondan keçən cərəyan şiddətindən asılıdır. Burada dəyişməyəcək. Niyə görə? Çünki bunların hər üçü, həm lampalar, həm də fotorezistor, onlar bir-birinə paralel qoşulmuşdur. Paralel qoşulmuş hissədir. Məsələn, əgər bura bir lampa qoşulsaydı, məsələn, buradakı lampanın parlaqlığı dəyişəcəkdir. Özdə, məsələn, işığın intensivliyi azalanda parlaqlıq azalacaqdır. İndi isə görürsünüz ki,
paralel birləşir. Paralel birləşmədə bir hissədə gedən proses digərlərinə təsir göstərmədiyindən görə, deməli, hər iki lampanın parlaqlığından yazacaqsınız ki, nə etməz? Yazacaqsınız, dəyişməz. Aydın oldu. Baxaq sonra, məsələn, digər testdə, baxın, yeni tipli testlərdən biridir. Deməli, iki lampa qoşulmuşdu, dövrəyə paralel qoşulmuşdu. Hardan bilirik paralel? Baxın, gəldi burada cəryan iki yerə budaqlandı. Bu budaqdan keçdi. Buradan da belə gəlib bura termistora. Dedik ki, termisturu soyutsaq lampaların parlaqlığı necə dəyişir? Termistor yarım keçiricidir. Gəlin yazaq. Deməli, yarım keçiricilərdə cəryan şiddəti temperaturla nədir? Temperaturla düz mütənasibdir. Soyudanda temperatur azalır. Temperatur azalanda dövrəyə gələn ümumi cəryan azalacaq. Çünki müqavimət artır. Məsələn, düstur olaraq yenə yaza bilərsiniz ki, I bərabərdir U konstant. Baxın. Deməli, termistorun müqaviməti üstəgəl. İki lampanı, eyni lampadırsa müqavimətləri paralel olduğuna görə olacaq R/2. Soyutsaq yarım keçiricinin müqaviməti artır. Cəryan şiddəti nə oldu? Azaldı. Bu isə o deməkdir ki, dövrədə ümumi cəryan şiddəti azaldığından lampaların parlaqlığı azalacaq. Çünki termistor onlara ardıcıl qoşulur. Yəni, bura özümüz 1 ampermetr qoşaq. Baxın, 1 ampermetr qoşaq. Deməli, nə götürdük? Lampaların parlaqlığı azaldı. Baxaq digər şəklə, məsələn, sabit gərginlik mənbəyinə yenə iki lampa qoşulmuşdu. Onlar paralel qoşulmuşdu. Termistor qoşulub L2 lampasına. Ona görə burada gedən proses L1-ə təsir göstərməyəcək. L1-ə götürəcəksiniz, yazacaqsınız, dəyişməz. Termistoru qızdırdıqda onun deməli, müqaviməti azalır. Termistor yarım keçirici olduğuna görə temperatur yarım keçiricidə cəryan şiddəti temperaturla düz mütənasibdir. Qızdırdıqda onda ampermetr L2 yəni dövrə bu hissəyə gələn cəryan şiddəti artacaq. Ona görə L2 lampasının parlaqlığı da artacaq. Məsələn, yenə düstur kimi yazacaqsınız ki, I bərabərdir U bölünsün. R termistorun müqaviməti. Qızdırdıqda müqavimət azaldı. Müqavimət azalanda cəryan şiddəti artdı. Deməli, L1 dəyişməz. L2-yə də nə yazacaqsınız? L2-yə də yazacaqsınız, artar. Sonra baxaq bu testdə. Məsələn, sabit gərginlik mənbəyinə rezistor və termistor qoşulmuşdu. Termistoru qızdırdıqda ampermetrin və voltmetrin göstərişi necə dəyişir? İndi baxırsa, ampermetr yenə dövrəyə ümumi qoşulub. Termistor yarım keçiricidir. Yarım keçiricini qızdırdıqda onun müqaviməti azalır. Müqavimət azalanda cəryan şiddəti artır. İndi cəryan şiddəti üçün yazacaqsınız I bərabərdir U bölünsün. Deməli, metalın müqaviməti, termistorun müqaviməti ilə metalın müqaviməti. Dedik ki, yarım keçiriciləri qızdırdıqda müqavimət azalır. Müqavimət azalanda cəryan şiddəti artır. Deməli, ampermetrin göstərişi artar. Buraya yazıq artar. İndi bizdən soruşur ki, baxın, metala qoşulan voltmetrin göstərişi. Metala qoşulan voltmetrin göstərişi üçün yazacaqsınız ki, U bərabərdir I vurulsun R. Metalın müqaviməti dəyişmir. Amma cəryan şiddəti müqaviməti dəyişmir. Amma dövrəyə gələn cəryan şiddəti artdığından bu zaman həmin metala qoşulan voltmetrin göstərişi də artacaq. Yazacaqsınız ki, artar, artar. Bitirdik. Sonra keçdik digər şəklə. Digər şəkildə də yenə ampermetr deyirəm, üzrlə hesablayın. Burada nə verib bizə? Deməli, bir termistor verilir, bir də yarım keçirici diyor. Hər ikisi yarım keçirici cihazı. Məsələn, baxın, 5 hər ikisi yarım keçirici cihazda ortaya gedəcək. 1 PN keçidinə malikdir. Baxın, budur PN keçidindən, 1 PN keçidinə. 3 yarım keçirici təbəqədən ibarətdir. Tranzistor dəyişən cərəyanı düzləndirir. Diod elektrik rəqslərini gücləndirir. Tranzistor 4-ü də bura. Deməli, 2, 4, 1, 3 doğru cavab oldu. Hansı variant? A variantı. Sonra fotorezistor. Deməli, fotorezistorun üzərinə düşən işığın intensivliyini artırsaq, ampermetrin göstərişi necə dəyişər? Deməli, burada 2 ampermetr qoşulmuşdur və deməli, ümumiyyətlə onlar bir-birinə, baxın, bu hissələr, bir metal var, bir də fotorezistor. Onlar paralel birləşmədir. Paralel birləşmədə yenə fotorezistor A1 ampermetrinə qoşulub. Yəni, dövrəyə bu A1 ampermetri ya A2 hər birinə fərdi qoşulduğuna görə, yəni paralel birləşmədə bir hissədə gedən proses digər hissəyə təsir göstərmir. Ona görə A2 ampermetrin göstərişi dəyişməz. Buraya yazacaqsınız, dəyişməz. A1 isə fotorezistora qoşulub. Fotorezistorlarda
İşığın intensivliyi artanda cərəyan şiddətinin qiyməti artacaq. Çünki müqavimət azalır. Burada yazacaqsınız ki, artar. Aydın oldu. Sonra oxşar tipli məsələlər burada çoxdur. Məsələn, baxaq indi biz buna. Baxın, bu elə onun eynisidir. Məsələn, baxırıq bu hissədə. Deməli, burada fotorezistor qoşulmuşdur. Fotorezistorun üzərinə düşən işığın intensivliyi artır. İşığın intensivliyi artanda temperatur artır. Yarımkeçiricilərdə də cərəyan şiddəti temperaturla düz mütənasibdir. Temperatur artırsa ampermetrin göstərişi artır. Deməli, ampermetrin göstərişinə yazacaqsınız ki, artar. Bəs voltmetrin göstərişi. Voltmetrə yazacaqsınız ki, o bərabərdir epsilon çıxılsın, i vurulsun, r. Deməli, cərəyan şiddəti artdığından bu zaman gərginliyin qiyməti azalacaq. Voltmetrin göstərişi azalır. Çünki mənbəyin ehqısı ilə daxili müqaviməti nə etməyəcək? Dəyişməyəcək. Həmişə baxın, bu şəkillər olanda gərginliyi baxın, bu düsturların isbatını, yəni gərginliyi nə cür dəyişdiyini bu düsturların isbatını verəcəksiniz. Sonra baxırıq, məsələn, bu testdə. Yenə bu testdə də bir termistor var, bir də metal var. Termistoru qızdırırlar, yəni bu R burada sabit qalacaq. Termistoru qızdırdıqda voltmetrin göstərişi necə dəyişər? Yenə biz burada birinci nəyə baxaq? Bura bir ampermetr qoşaq. Deməli, termistoru qızdırdıqda dövrəyə gələn ümumi cərəyan şiddətin qiyməti artacaq. Yəni, U bölünsün R termistoru müqaviməti ilə R metalın müqaviməti. Metalın müqaviməti dəyişmir. Termistor qızdırılarsa yarım keçiricinin müqaviməti azalır, cərəyan şiddəti artır. İndi biz əvvəlcə U2 voltmetrini tapacaq. Deməli, U1 bərabərdir. U1 bərabərdir. I vurulsun R. Deməli, ümumi U1 voltmetrinə qoşulan müqavimət dəyişməyəcək. Amma dövrəyə gələn cərəyan şiddəti artdığından U1 voltmetrin qiyməti artacaq. Deməli, U da bərabərdir. Yəni, ümumi U1 ilə U2-nin cəmidir. Cəm də sabit qalır. Əgər U1-i artar tapmışıqsa, deməli, U2-nin qiyməti nə olacaq? Azalacaq. Deməli, tapdıq U1 artır, U2 nə etdi? U2 də azaldır. Sonra baxaq digər testə. Baxın, burada da yenə paralel birləşmiş lampalar var. Paralel birləşmədə yenə bir hissədə gedən proses digər hissəyə təsir göstərməyəcək. Deməli, termistoru soyutduqda, termistor yarım keçiricidir. Yarım keçiriciləri soyutduqda müqaviməti artır, cərəyan şiddəti isə nə olur? Azalır. Cərəyan şiddətinin azalması da həmin yarım keçiriciyə qoşulan lampanın parlaqlığının azalması deməkdir. Deməli, L2 azalır, L1 də dedik ki, nə etməz? L1 də dəyişməz, çünki ona paralel qoşulur. Bu hissəyə isə gələn cərəyana heç bir təsiri olmayacaq. Ona görə də L1 lampasının parlaqlığı dəyişməyəcək. Sonra, məsələn, bu bayaq əvvəlki testə oxşar bir testdə termistor. Termistor yarım keçiricidir, bunu qeyd edirsiniz. Deyir ki, termistorun temperaturunu azaltdıqda, yarım keçiricilərdə cərəyan şiddəti temperaturla düz mütənasibdir. Temperatur azalanda ampermetrin göstərişi azaldı. Bunu tapdıq ki, azalır. Bəs voltmetrin göstərişi. Bunun üçün nə yazırsınız? Deməli, yazırıq U bərabərdə epsilon çıxılsın, IR düsturunu yazırıq. Daxili müqavimət, mənbəyin ehqısı dəyişmir, cərəyan şiddəti azaldı. Cərəyan şiddəti azalanda gərginliyin qiyməti artdı. Baxın, burada mənfi işarəsi var. Burada yazacaqsınız ki, artır. Deməli, I azaldı, U da nə oldu? U da artdı. Sonra digər testlər, məsələn, belə bir test var. Metal rezistoru müəyyən qədər qızdırdıqda, deməli, metalı qızdırırlar. Metalları qızdırdıqda əvvəlcə nə edirsiniz? Ohm qanunundan I bərabərdir. Deməli, U bölünsün, mənbəyin U-sunu yazırsınız. Yəni, elə bura ampermetrin altına yazıram mən. I bərabərdir, U bölünsün. Metalın müqaviməti ilə yarım keçiricinin müqaviməti. Metalları qızdırdıqda müqavimət artır. Müqavimət artanda cərəyan şiddəti azaldır. Cərəyan şiddəti azalırsa, deməli, A1 ampermetrin göstərişinə yazırsınız, azalar. Çünki ümumi dövrəyə gələn cərəyanı ölçür. Bəs ona qoşulan voltmetr necə dəyişir? Həmin voltmetri tapmaq üçün əvvəlcə voltmetr 2-ni tapacaqsınız. Deməli, buraya yazacaqsınız ki, U2 bərabərdir, I vurulsun, yarım keçiricinin müqaviməti, termistorun müqaviməti. Yarım keçiricinin müqaviməti dəyişmir, çünki metalı qızdırıblar. Ona görə, amma cərəyan şiddəti azaldığından U2 voltmetrin göstərişi azalacaq. Buraya yazacaqsınız, azalar. Qonşu voltmetrin göstərişi isə nə edəcək? Artar. Yəni, səbəb nə? Yəni, səbəb kimi yazacaqsınız. U bərabərdir. U1 üstəgəl U2 cəm sabitdir, konstantdır.
Deməli, U2-nin qiyməti azaldı. U2 azalanda U1 nə oldu? Artdı. Deməli, artar, azalar, azalar. Bu da bizim izahımız və əsaslandırmamız. Məsələn, belə bir test verilib bizə. Baxaq, deməli, bitiririk onları. Burada da yenə dövrədə deməli, rezistorla, yəni metalla yarım keçirici paralel birləşmişdi. Deməli, hər ikisini soyudurlar. Deməli, metalları soyutduqda metallarda müqaviməti azalır. Müqaviməti azalanda cərəyan şiddəti artır. Çünki metallarda cərəyan şiddəti deməli U bölünsün R. Metallarda müqavimət temperaturla düz mütənasibdir. Yəni R0 1 üstə gəl alfa nədir? T. Bir soyutduqda temperatur azalır, müqaviməti azaldı, cərəyan şiddəti artdı. Deməli, A1 ampermetrin göstərişi artır. Yarım keçiricilərdə isə cərəyan şiddəti temperaturla düz mütənasibdir. Soyutduqda elə cərəyan şiddətinin qiyməti də azalacaq. Bunu da yazacaqsınız, azalır. Sonra digər isə bizdə cihazla bağlıdır, elə vakuum diodudur və bu cihazın içərisindəki işarələr sorulur. Məsələn, 1 nədir? 1 burada anoddur, müsbət yüklənir, 2 katoddur, mənfi yüklənir, 5 batareykadır, aşağıda da közəlmə teli. Məsələn, belə bir sual var idi ki, anod cərəyanını nə cür artırmaq olar? Anod cərəyanını artırmaq üçün katodun temperaturunu artırmaq lazımdır ki, burada termoelektron emissiya baş versin, yəni daha çox nə yaransın? Cərəyan yaransın. Keçək digər testlərimizə. Digər testlər məsələn elektrokimyəvi ekvivalentlə bağlıdır. Niyə görə bu düsturu mən bu məsələ elə də çətin məsələ deyil. Sadəcə bəzən şagirdlər burada diqqətsizlik edir. Məsələn, n bərabərdir K2-dür. Buradan kütləni soruşur, K-nı verib, Y-ni verib. Burada amma deyir ki, 2 valentli. Ona görə bunu nəyə vuracaqsınız? Bir dənə 2 K2. Və Q əvəzinə də Y yazıb həll edəcəksiniz. Sonra keçək digər testdə. Məsələn, belə bir test var. Bu sizdə ətraflı yazıdadır. Eyni ilə yenə fotorezistordur. A və B nöqtələri arasındakı gərginlik dəyişməsə, fotorezistorun üzərinə düşən işığın intensivliyini artırsaq, lampanın parlaqlığı necə dəyişər? Deməli, bir elə fotorezistorun müqaviməti var, bir də lampanın müqaviməti var. Deməli, ümumi dövrəyə gələn cərəyan şiddəti yazacaqsınız ki, I bərabərdir U bölünsün, R termistorun müqaviməti, üstə gəl lampanın müqaviməti. Deməli, burada fotorezistorun üzərinə düşən işığın intensivliyini artırırlar. İntensivliyi artanda yarım keçiricinin müqaviməti azalır. Dövrədə müqavimət azalanda dövrəyə gələn cərəyan şiddəti artacaq. Deməli, dövrəyə daha çox cərəyan gələcək. Dövrəyə daha çox cərəyan gələndə elə lampanın parlaqlığı da artacaq. Məsələn, bunların hər birinin U-su da var. Məsələn, burada gərginlik də artır. Məsələn, yazırsınız ki, U bərabərdir, I vurulsu nədir? F müqaviməti dəyişməyəcək. Cərəyan şiddəti artanda gərginliyi də artacaq. Sonra burada da yazır ki, baxın, uyğun düsturları yazmaqla burada ümumiləşmə aparır. Çünki bura ümumi U-su sabit qalır. Ümumi U sabit qalır. Bu U konstantdır. Lampanın müqaviməti də dəyişməyəcək. Çünki fotorezistoru qızdırırlar. Aydın oldu. Sonra eyni ilə baxın, bu şəkildə oxşar tipli testi. İndi buradakı termistordur. Deyir ki, termistoru, yarım keçirici termistoru qızdırdıqda, yarım keçiriciləri qızdırdıqda, gəlin burası sabit gərginlik mənbəyidir. Baxın, deyir ki, bura U konstantdır. Bunun üçün ohm qanunu yazırsınız ki, I bərabərdir. Deməli, U konstant, U dəyişmir. Termistorun müqaviməti, bir də metalın müqaviməti var. R termistor, üstə gəl, R metal yazırsınız. Qızdırdıqda, yarım keçiriciləri qızdırdıqda müqavimət azalır, cərəyan şiddəti artır. Cərəyan şiddəti artanda lampanın parlaqlığı da artacaq. Məsələn, lampanın uclarındakı gərginlik də artacaq. Yəni, U bərabərdir. I vurulsun, metalın müqaviməti. Bu dəyişmir. U da I ilə düz mütənasibdir. I-nin qiyməti artanda U-nun qiyməti də artacaq. Sonra baxırıq hansı testlərə. Məsələn, biraz fərqli testlər var. Məsələn, bu testə baxın. Deməli, dövrəyə qoşulmuş elektrolitin müqaviməti necə dəyişir? Baxın, ümumi gərginlik verib elektrolitin müqavimətinə gəlin R-Y yazar. Ardıca birləşdiyinə görə burada ümumi müqavimət bu ikisinin cəmidir. Və ohm qanunundan da deməli biz nə yaza bilərik? Yaza bilərsiniz ilə I bərabərdir. Ümumi gərginlik bölünsün. Metalın müqaviməti ilə elektrolitin müqavimətinin cəmi. Buradan qiymətlər yerinə deməli 5 bərabərdir. Deməli R-in qiyməti 30-dur. Üstə gəl R-Y. Yəni tənasüblə bunu buna vurdum. U bu da bərabər 220-yə.
Deməli, hər tərəfi 5'e bölsək, deməli, R, burada neçə verəcək? Burada bizə verəcək 44. Deməli, elektrolitin müqaviməti də neçə olacaq? Elektrolitin müqaviməti olacaq 14 ohm. Aydın oldu. Sonra, məsələn, bu şəkildə indi diqqətlə baxsın. Burada isə elektrolitlə metal, yəni rezistor paralel birləşmişdir və bu paralel birləşmədə elektrolitin müqaviməti soruşur. Əvvəlcə nə edə bilərik? Bu iki verilənlərdən ümumi müqaviməti tapa bilərsiniz və yaxud da ki, nə yaza bilərik? Yaza bilərik ki, I bərabərdir U bölünsün. Məxrəcə isə yazacaqsınız ki, R vurulsun R elektroliti müqaviməti bölünsün R vurulsun R üstəgəl elektroliti müqavimətinin cəminə. Bunu I-yə vursaq, I-nin qiymətində 6 verir. Deməli, 6 vurulsun. Burada da yazacaqsınız nə? Deməli, 50 vurulsun R-yə bölünsün 50 üstəgəl R-yə. Bu da bərabər nəyə? 100'ə. Buradan da hər iki tərəfi 2'yə qısar aparsaq, deməli, burada neçə qalacaq? 3. 3'ü də vurursunuz mötərizənin içərisinə. Deməli, 3 vurulsun 50, vurulsun R-yə bərabərdir. 2'yə qısar aparanda, baxın, burada 3, burada da 50. 50 vurulsun mötərizədə 50 üstəgəl R-yə. Və buradan da 50'ləri sildik. Deməli, 3R-yə bərabərdir 50 üstəgəl R-yə. Buradan da R-yə bərabərdir 2R-yə. 50 R-yə də bərabərdir 25'ə. Deməli, müqaviməti elektrolitin müqaviməti neçə oldu? Elektrolitin müqaviməti oldu 25 ohm. Sonra digər nədir? Baxın, belə bir testlər olacaq bizdə. Bunlar da elə də çətin tipli testlər deyil. Amma nəyə diqqətli olması? Bu müqayisə tipli testdir. Bu müqayisə tipli testdə deyir ki, kütləni müqayisə elə. Deməli, misk porusu məhlulu olan elektrolitik vannanın elektrodları arasında gərginlik verib, eyni qədər enerji sərf olunur. Deməli, enerji adı çəkilirsə, enerji olan düsturu götürürsünüz. Deməli, W bərabərdir M vurulsun bölünsün K. Buradan M bərabərdir W vurulsun K bölünsün nədir? U. Və buradan alırıq ki, M U-la tərs mütənasibdir. M ilə U arasında tənasüb quracaqsınız. Bizdən də hamısından M2'ni soruşur. Deməli, M2 bölünsün M1 bərabərdir. U1 bölünsün U2. Buradan da M2 bərabərdir. Baxın, M2 bərabərdir. M1 vurulsun U1 U'dur. U2 isə 2U'dur. Buradan da U'lar ixtisar getdi. Deməli, biz aldıq ki, M2 bərabərdir. M1 bölünsün 2. Yəni, gərginliyi çoxdursa, onda kütlə nə olacaq? Azdır kütlə ondan tərs mütənasibdir. Sonra, baxın, bu testlərdən də elə biz bundan əvvəlkində də həll etdik. Burada isə biraz indi fərqlilik nədir? Məsələn, birinci çox sadədir. Niyə görə sadədir? Deməli, metal rezistorla elektrolitik vanna ardıcı birləşmişdir. Dövrəyə gələn cərəyan şiddəti 4 amperdir. Yəni, buradadır ki, elektrolitdən keçən cərəyan şiddəti o da 4 amper. Çünki ardıcı birləşmədə dövrədə cərəyan şiddəti ilə eyni qiymətdə cavab olacaq Y variantı. Sonra, məsələn, bu testdə, diqqətlə baxın bir dəqiqə. Aha, deməli, gəlir hansı? Məsələn, digər testdə isə ampermetrin artıq burada göstərişi soruşur. Deməli, elektrolitə gələn ampermetr 5 amperdir. Ümumi ampermetrin göstərişi elektrolitdəki ampermetrlə naqildəki ampermetrin cəmidir. Baxın, elektrolitə gəlir 5, bura yazır 5 üstəgəl. Bəs bura gələn amperin cərəyan şiddətini nə cür tapacaqsınız? Paralel birləşdiyinə görə, məsələn, gərginlik hər yerdə eynidir. Yazacaqsınız I bərabərdir. Deməli, U bölünsün, 100 bölünsün 50. 100 bölünsün 50 bizə neçə verəcək? 2. Bura yazılsın 5 üstəgəl 2. Deməli, neçə tapırsınız? Tapırsınız 7. Deməli, ampermetr, ümumi ampermetrin göstərişi oldu neçə? 7 amper. Sonra başqa nə tipli testimiz var? Yəni, cihazlarla bağlı bir testlər. Baxın, bu testdə, bu cihazla bağlı testdə. Deməli, burada bizə nə verilir? Burada sizə 2 dənə naqil deyəndə biri deməli, metaldır, biri rezistordur, biri isə termistordur. Onlar paralel birləşib. Və termisteri soyutduqda, deməli, termisteri soyutduqda termisterin müqaviməti artır. Müqavimət artırsa, deməli, əslində ümumi dövrədə müqavimət artır. Onda ampermetrin göstərişi azalacaq. Ampermetrin göstərişi azalır, amma voltmetrin göstərişi dəyişmir. Çünki onlar paralel birləşdiyinə görə, paralel birləşmədə, məsələn, ümumi voltmetrin göstərişi, bu naqillərin, yəni
termistor və rezistorun uclarındakı voltmetrin qiyməti elə mənbəyin gərginliyinə bərabərdir. Deməli, voltmetrin göstərişi dəyişmir. Termistorun soyutluqda isə ampermetrin göstərişi azalır. Bunun üçün də yenə yaza bilərik ki, I bərabərdir. Deməli, U bölünsün. Buradakı nədir? Yekun müqavimətdir. Burada da deyir ki, müqavimət artırsa, deməli, yekun müqavimətin qiyməti də artacaq. Onda ampermetrin göstərişi nə olacaq? Azalacaq. U da nə qaldı? U da qaldı konstant. Deməli, bugünlük bu qədər. Bugün mən sizinlə müxtəlif nöqtələrdə elektrik cərəyanı olan bölmənin xüsusi testlərinin izahı ilə tanış etdim və qısa nəzəri hissəni də nəzərdən keçirdik. Yəni, hər bir mühitdə cərəyanı nə yaradır? Deməli, videoları izləyək. Bunlar bizə, deməli, yəni təkrarlamaq üçün qısa, lakonik şəkildə izahlardır. Növbəti videolarda da yenə çalışacağım ki, bəzi mövzuların qısa izahlarını sizin üçün, deməli, sizə göndərim. Bugünlük bu qədər. Kanala abunə olub paylaşmağı unutmayaq. Sağ olun. Növbəti videolarda görüşərik.